Bir daha herkese salam dostlar. Gözəl N11 tir tüfəngi ilə sizi tanış eləmək istəyirəm. Bu N11 ilə N13-ün fərqi budur dostlar. Gördüyünüz kimi yanaqlığı var qundağında, binokul qoyanda çox qəşəng, rahat atış üçün yanaqlığı var. Üzərində əlavə Picatinny reisi var. 2 dənəli 11 və 22 mm-lik ayarlana bilir gəzi var və bunun möhtəşəm böyük bir susturucusu var. Gördüyünüz kimi bu tir tüfəngini kim əldə etmək istəyirsə, Coşqun Ovçular mağazinə yaxınlaşaraq Master Hunter 907 YouTube kanalından gəlmişəm deyirsiniz və möhtəşəm kampaniyadan siz də yararlana bilərsiniz. Çox ideal bir tir tüfəngidir. Kral N11. Atış məsafəsi təxmini 100 metrədir dostlar. Qəşəng bir binokuluna 100 metrə, 4.5 mm-likdir. 1 qrama qədər bütün patronları rahatçılıqla ata bilir. Çox güclü və dözümlü bir tir tüfəngidir. Bütün zapçasları da mağazinimizdə mövcuddur. Çox sağ olun, kanalımıza abunə olub videolarımızı bəyənməyi unutmayın dostlar. Sağ olun.